Salam. Bugün mən sizə Əhliman müəllim test toplusundan bir neçə məsələnin həllinə baxacağıq. Deməli, bizə verib ki, X və Y maddələri qrafikə əsasən reaksiya daxil olur. Əvvəlcə qrafikə düzgün baxmaq lazım. Baxırıq ki, qrafikə görə Y 1 mol olanda, yəni 1 mol olanda X 2 mol sərf olunur. Çünki bu qrafikə görə onlar reaksiya daxil olur. Yəni X 2 dəfə ondan çox. Y 2 olanda yenə də X 2 dəfə çox, yəni 4 olur. Belə çıxır ki, X-in molu Y-in molundan 2 dəfə çoxdur. Qrafikə görə. Bu 1 olanda o 2 mol sərf olunur. Yəni 2 dəfə çoxdur. Bunu reaksiyanın artıq mollarını yazdıqdan sonra indi keçək görək qrafikə artıq başa düşdük ki, nədən söhbət gedir. Və deyir ki, başlanğıcda götürülmüş X maddəsi X, Y-dan molca, yəni molca 50%-ni təşkil edir. Yəni X Y-ın. Yəni ki, tutaq ki, Y 40-dırsa, X onun 50% nə deməkdir? Yəni yarısını təşkil, yəni 10-dur. Belə çıxır ki, X Y-dan 2 dəfə azdır. 50% 2 dəfə azdır demək. Yəni Y tutaq ki, A mol biz götürmüşüksə Y, ona X ondan 2 dəfə az. 0,5A bizə X var. Bax, bunu belə qeyd edək özümüz üçün. Deməli, X maddəsi Y-in molca 50%-ni təşkil edir. Bunu da belə göstərir. Yəni, yarısını təşkil edir. İndi baxaq, deyir ki, hansı maddədən və neçə faiz artıq qalır? İndi reaksiya keçək. Baxın, reaksiya baxırıq ki, X 2 olanda Y ondan 2 dəfə az sərf olunur. İndi deməli, X-ımız indi mollarına bir-bir işləyək görək hansından artıq qalacaq. Deməli, X 0,5A-dır. Yazaq 0,5A olarsa. Y nə qədər olacaq? Təbii ki, baxırıq 2 dəfə az daxı molu. Deməli, 2 dəfə az. Yəni 0,5 2 bölü neçə edir? 0,25A Y sərf olunacaq. 0,25A sərf olunacaq. Axı Y-də bizdə A idi. Yəni A, yəni 1 idi də. Yəni A, yəni 1 deməkdir də. Onda belə çıxır ki, Y-ın 3də 1-i sərf olunacaq, 4də 1-i sərf olunacaq. Hardan bilirik? Yəni ki, Y 1 idi, bu bunun 100% idi. Yəni A bunun 100% idi. Görək neçə faiz sərf olunub. 0,25 sərf olunubsa, görək bu neçə faizdir? Məsələn, B faiz. B-ni tapırıq burada 25%. Deməli, Y-ın 25%-i sərf olunub. 75% isə artıq qalıb. Elə bir ki, bu sıfırı atsaq, elə bir 25 kimi düşünsək, A da 100, deməli 1 dənənin 25%, 1 molun 25% sərf olunubsa, təbii ki, onda 75% isə artıq qalır. Bizə artıq qalanı soruşur. İndi sual oluna bilər ki, yaxşı, Y-dan işlədir. Bəlkə elə hardan bildik ki, Y-dan, bəlkə X-dan artıq qalıb. İndi görək, X-dan artıq da düzgün olacaqmı? Gəlin, onu da yoxlayaq. Yəni, belə tapdıq ki, Y-dan 75%, yəni C variantı. Gəlin, indi yoxlayaq ki, tutaq ki, Y tam sərf olunub. İndi ona görə alınırmı? Bax, Y A-dır. Bu zaman baxarıq ki, X ondan 2 dəfə çox. Yəni 2A sərf olunmalıdır. Axı bizdə də A 0,5-dir X-imiz. Yəni çatmır axı. Yəni 2A olması üçün yəni artıq qala bilər, amma çatmamaq söhbəti olmaz. Ona görə deməli biz Y-dan artıq qalır. X-ə görə işləməli. Yəni 0,5A X olanda 0,25 də A Y sərf olunur. Birdən də 0,25 çıxanda 0,75, yəni 75% Y-dan artıq qalacaq. Cavab oldu C variantı. Növbəti sual. Deməli, X2Y3 maddəsində X-in kütlə payı omeqadır. Z3X-də isə yenə kütlə payı omega. Deməli, bunların bu qiymətlər omega və yaxud da n o deməkdir ki, yəni bunların eynidir də kütləsi. Bir-birinə bərabərdir. Gəlin, indi birinciyə görə omeqanı tapaq və birinci omeqan bərabərdir. Yəni, X2, Y3-də baxaq. Kütlə payı tapmaq üçün nə edirdik? X-in kütləsini, yəni 2X-i bölürdük. 2X üstə gələk 3Y-a vurduq neçəyə? 100%. 100%-ə vurdum. Bu birinci omeqadır. İkinci omeqa, o da yəni omeqa. O necə tapacağıq? Yenə də burada X neçə dənədir? Bir dənə. Yəni X-i bölürdük ümumi kütləyə 3Z üstəglə X vur 100%. Və bunu da belə yazaq. Və baxıram, mən bayaq qeyd etdim ki, bunlar ikisi omeqa, yəni bir-birinə bərabər. Deməli, bu kəsirlə bu kəsiri mən bir-birinə bərabər edə bilərəm. Yazıram. 2X vur 100 bölünsün 2X
üstəgələ 3y bərabərdir. Çünki eyni hərfdir. Amma başqa bir yazılsaydı, yəni onda olmaz. Yəni omeqaların ikisi də eynidir demək istəyir. X-i vururam 100-ə, bölürəm 3z üstəgələ x. Belə olanda biz bunları necə vururuq kəsirlər? Çarpaz vururuq. Yəni buradakı yuxarıdakı ilə, yəni x üstəgələ 100 ilə, bax bununla, bu aşağıda bax bunu bir-birinə vururuq. Yəni necə yazırıq? 100 vur x vurulsun 2x üstəgələ 3y. Bunu mötərizəyə yazıram, çünki burada artıq üstə gəlmədi. Bərabər çarpazlayıram da 2x vur 100-ü, onu da vururam 3z üstəgələ x-i. Və burada nə edirik? Biz burada ixtisarlarımız var. Bu 100 ilə bu 100 ixtisar gedir. Bu x ilə bu x ixtisar gedir. Yerdə nə qalır? Burada heç nə qalmadı. 2x üstəgələ 3y bərabərdir. Burada 2 var ha, bunu unutmayaq. Baxın, burada 2 var. 2-ni mötərizənin içərisinə hər birinə vururum. X ilə 100 gedib, amma 2 qalıb burada. 2-ni vurdum 3z, 6z, üstəgələ 2x. Bu 2x ilə bu 2x da artıq, yəni o tərəfə keçəndə də sıfıra dönür, yəni getdi. Yəni nə mənada? Yəni 2x o tərəfə keçəndə 2x-ın 2x-ını 0 eləyir. Sonda qaldı 3y bərabərdir 6z. Bunlar da 3-ə ixtisar gedəcək. Y bərabərdir 2z. Artıq biz müəyyən etdik ki, bunu bir yerə yazaq. Y bərabərdir 2z. Baxın, bunu yazaq. Bu bizə lazım olacaq. Bir silək bunları. Daha bunlar bizə lazım deyil. Bizim məqsədimiz Y-dən Z-in asılını tap. İndi bizə nə soruşur? Z 3 Y-da Y-ın kütlə payını tap deyir. İndi burada Y-ın kütlə payını necə tapırıq? Omega bərabərdir. Y-ın kütləsini bölür ümumi kütləyə. Yəni 3Z üstəgələ Y. Vur 100% də var. Biz Y-ın yerinə 2Z yaza bilərik. Əlbəttə yaza bilərik. 2Z vur 100%. Burada da 3Z üzərinə 2Z gələndə eləyir 5Z. Bu Z-dən bu Z ixtisar getdi. 200 ilə 5-ə bölündə eləyir 40. Cavab 40% B variantı olacaq. Bu sualdan yenə var. Baxaq, hansı sual, baxın. 35 də o sualdandır. 32-ni izah eləyək. Deməli, atom kütlə vahidi kimi karbon 12 izotopunun kütləsinin 1/3 götürülərsə, elementin nisbi atom kütləsi necə dəyişər? Deməli, biz bilirik ki, ayır bərabərdir elementin M0 elementin kütləsinin elementi bölürük 2-də 1, bilirsiniz ki 2-də 1, 12-də 1 daha doğrusu karbonun kütləsi 12-də 1 M0 karbon. Biz də indi uşaqlar məsələn tutaq ki biz bunu indi nə üçün götürmüşük? Məsələn kükürt üçün hesablayaq, sonra baxaq görək ki necə dəyişir də. İndi deyir ki hər hansı bir elementin əgər karbon izotopunun 3/1 götürülərsə necə dəyişir? Əvvəlcə karbon izotopunun 12-də 1-lə də, yəni özü ilə hesablayaq kütləni. Baxacağıq ki, indi hesablayaq indi. Baxın, məsələn kükürdü hesablayaq. Kükürt üçün hesablayaq. Kükürt bizdə bilir ki 32-dir. M0 element, yəni nə deməkdir? Yəni element olaraq biz kükürdü görürük. 32 böl Na. M0 elementi 32 böl Na kimi yazdıq. 12-də 1 M0 karbonun kütləsi nə qədərdir? Baxın, 12 bölünsün Na. Hələ ki biz 3/1-dən işləmirik. Sadəcə baxaq görək ki, ayır 32-ni indi tapmağa çalışırıq ki, görək tapacağıq mı kükürdün 32-sini. Deməli, burada necə eləyirik? Riyazi tərəfinə baxaq. Deməli, bu 12 ilə bu 12 ixtisar gedir. Nə qalır? 32 bölünsün Na bölünsün. Baxın, burada 1 qalır. Aşağıda da Na qalır. Riyaziyyatda nə öyrənmişik? Deyirik ki, böləndə aşağıdakı kəsir fırlanır. Yəni nə olacaq? 32 bölü N'ı biz böləcəyik 1 aşağı Na yuxarı. Aşağıdakı kəsir fırlanır. İxtisar gedir, cavab 32. Görürsünüz, biz deməli tapdıq ki, kükürdün nisbi atom kütləsi 32-dir. Həqiqətən belə tapılır. İndi görək, karbon bizdə indi 12-də 1-dir də karbonun kütləsinə uyğun tapmışıq. Biz bilirik ki, karbona görə hesablanır. İndi burada deyir karbonu 3/1-i götürülərsə, indi 3/1-lə hesablayaq. İndi bunu tapmaq qaydası. Bunu silək. İndi karbonun 3/1-lə hesablayaq.
Deməli, bayaq düsturumuz necə idi? Yazdıq ki, ayır bərabərdir. M0 element. İndi artıq 12-də 1 karbona görə yox, indi 3-də 1-i deyirək. 3-də 1 ilə hesab. 3-də 1 M0 M0 karbon o da bərabərdir. M element biz kükürdü götürmüşdük də. 32 böl NA bayaq ki kimi elə yazırıq. Sadəcə bayaq 12-də 1 idi, çünki karbona görə biz tapırıq. İndi deyirək 3 dəfə azaldı. 3-də 1 ilə hesablayırıq. 3-də 1-i biz vururuq. Karbon M0 neçədir? Yəni 12 bölünsün NA. Və burada 12 ilə 3 ixtisar gedir. Burada 4 qalır. Yəni nə qalır sonda? 32 bölünsün NA. Bu yuxarıda qalır. Aşağıda da 4 bölünsün NA qalır. Sonra kəsiri çevirək yerini dəyişək. Aşağıdakı kəsiri vuraq. NA bölünsün 4. Bu NA ilə bu NA ixtisar gedir. 32 ilə 4 ixtisar gedir. Qalır 8. Deməli, ayır element olur 8. Biz kükürdə görə tapdıq da. İstəsiniz hər hansı bir kükürt yox. Başqa bir elementdə qoyub, yəni belə tapa bilər. Onda müşahidə edəcəksiniz ki, yəni karbon 12 izotopunu əvvəlcə yəni kükürün kütləsi 32 idi. 3-də 1-i olsa cavab 8. Yəni görürsüz 32 olsa neçə dəfə azaldı? 4 dəfə azaldı. Deməli elementin nisbi atom kütləsi necə dəyişər? 4 dəfə azalar. Cavab olacaq burada Y variantı. 4 dəfə azalacaq. Əvvəl 32, indi oldu 8. Əgər 3-də 1 götürsək. Növbəti 35-ci sual bayaq yazdığımız kimi idi. Yəni baxın, gəlin x-in kütlə payı A, yəni eynidir. Deməli bir-birinə bərabər yaza bilərəm. A bərabərdir. X bölünsün x üstəgələ 2y vurulsun 100%. Bu birincinin, ikincini yazaq. A bərabərdir. 2x bölünsün 2x üstəgələ 300 yenə vurulsun 100%. Bunları bir-birinə bərabər edərik? Edərik. Çünki bayaq yazdığımız kimi x vur 100 bölünsün x üstəgələ 2y bərabərdir. 2x vurulsun 100 2x üstəgələk 300. Mən bayaqki kimi çarpaz vurmuram. İndi biraz tez eləyək. Artıq bilirik ki, bax bu x ilə bu x ixtisar gedəcək. Bu 100 ilə də bu 100 gedir. Burada bir dənə 2 qaldı. 2-ni indi çarpaz vururam aşağıya. 2-ni vururam x üstəgələk y-a. Yəni bax bu tərəfə vururam. Olur 2x üstəgələk 4y bərabərdir. Burada da 1 qalıbdır. Elə olduğu kimi köçürüm. X üstəgələk 300. Yenə də x o tərəfə keçəndə heç nə qalmır. 0 olur. 4y bərabər 300. Baxaq görək düzmü vurduq burada. 4y bərabər 300. Bəli, burada 2y 300 2x-dir. Burada da x-dir. Bir dənə səhvim var nədə? Deməli, burada x, y 3-dür. Mən burada baxıram, burada artıq düzgün nəsə cavab çıxmır. Çünki kəsirlə olur da. Baxın, burada 3y yazmadım. Mən burada 2y yazmışım. Səhvim buradadır. 3y yazmalıydım. Burada da olacaq 3y. Onda burada da olacaq 6y. Burada olacaq 6y. Lakin aydın oldu. Burada səhv, yəni x, y 2 nəzərdə almışdım. X, y 3 olmalıdır. 3y yazmalıydım. Və buranda çarpaz 2-ni vuranda x 2x. 2-ni vuranda 3y 6y. Onu da düzəltdim. İxtisar gedir. Deməli 2y z bərabər 2y. Bunu bir yerə yazaq bayaqki kimi. Z 2y bərabərdir z-ə. Və salam. Daha bunlar bizə lazım deyil. Bunu əsas məsələ tapdıq bunların aslığını. Bayaq yazdığım məsələnin eynisidir. Topluluqda da buna aid bir-iki məsələ var. Sonra nəyə soruşur bizdə? Cədvəldə z y3 birləşməsində z-in kütlə payını tap. Omega bərabərdir. Z-in kütləsi bölünsün. Z üstəgələ 3y vurulsun 100%. Z-in yerinə nə yazacağım? 2y. Vurulsun 100. Z-in yerinə 2y, o da 3y, 5y yazıram. Bu da ixtisar gedəndə 40% eləyəcək. İndi keçək 38-ci suala. Deməli, bərabər kütlədə x və y reaksiyası zamanı x2, y əmələ gətirib. Və burada x və y-ın soruşur bizdə. Mən burada 37-ci məsələn biri. 37-ci məsələ qalır. Deməli, 37-ci məsələ var, onu da izah eləyərəm.
Deməli, bərabər kütləli x və y-in reaksiyası zamanı x2 y əmələ gəlir və maddələrdən biri tam sərf olunur. Artıq qalan maddənin kütləcə neçə faiz reaksiya daxil olmuşdur? Deməli, əvvəlcə reaksiyanı yazaq. X ilə y reaksiya daxil olur. X2 y. Onda x-a 2 dənədir. Burada 2 yazıram. Və deyir ki, bərabər kütlədə. Biri tam sərf olunur, birindən artıq qalır. Yəni, bərabər kütlə nədir? Məsəl üçün, ikisi də tutaq m-dir. Bu da m-dir, bu da m-dir. Eyni kütlə olarsa, birindən deyir artıq qalır. Və mənə deyir ki, bir də deyir hansından artıq qalır da, neçə faizi. Və burada aşağıda göstərilib ki, baxın, x-in kütləsi ayrı nisbi atom kütləsi y-dan 2 dəfə çoxdur. Y-dan 2 dəfə. Yəni, bir dənə x 2y-a bərabərdir. Deməli, x 2y-a bərabərdir. Ayrı deyir, ya kütləsi demirik. Ayrı başqadır, kütlə başqadır. Yəni, məndə də x gördüyünüz kimi, deməli, y bir dənədir. X görürsünüz ki, belə çıxır, y ondan 2 dəfə azdır da. Məsələn, y-in kütləsi ayrı deyirəm, kütləsindən də. Ayrı A-dırsa, x-in kütləsi 4A olacaq. Bax, bu reaksiya görə 4A sərf olunacaq ayrı olaraq. Nəyə görə? Çünki əgər x-in bir dənəsi 2 dənə y-a bərabərdir. Onda 2 dənə də x-imiz ona 4 dənə y-a bərabər olacaqdır. 4a-ya bərabər olacaq. Yəni, əgər y-ın, məsələn, necə demək istəyirəm? Məsələn, tutaq ki, x-ın kütləsi 20-dirsə, x-ın ayrı 20-dirsə, y yəni bizdə 10-dur. Y 10-dur. Yəni, bu aslıq deməkdir. Əgər a fikir verin burada, əgər 10-dursa, elə belə yerinə yazıram, tam dərk etmək üçün. Görürük, x-in kütləsi 20-dir, x-a burada kim oldu? Ona burada 40 eləməyəcəkmi? Onda 4a-ya bərabər olacaq da. Yəni, bu söhbət, yəni ona görə bunu belə yazdım. Deməli, əgər y-ımız a-dırsa, x-imizin ayrı 4a-dır. Bax, bu reaksiya görə. Bunlar da eyni kütlə olanda, əlbəttə ki, biz demişik ki, böyüklə. Yəni, bu da 4a götür, bunu da 4a götür. Çünki eyni kütlə deyil, bunlar eyni kütləlidir. Və burada da artıq qalan neçə faiz? Deməli, y 4a-dır, x da 4a-dır. X hamısını sərf edir, y-dan artıq qalır. Baxırıq ki, y a qədər sərf olunur burada. Çünki 1 moldur da, 1 dənədir də. X ise 2 moldur, yəni 4a qədər sərf olunur. Onda y əgər 4a-dırsa, onun a-sını sərf edirsə, deməli 3a sərf olunmur. Görək bizə neçə faizi reaksiya daxil olmuşdur. Sərf olunanı soruşur. Yəni 4a bizdə 100% isə y üçün, a-sı da sərf olunursa, a da x qoyuram, x faiz sərf olunur, yaxud b faiz. O da eləyəcək 25%. 25%. Deməli, onda y-ın 25% sərf olunacaq. Burada bir dənə bizi biraz çaşdıracaq məqam nə ola bilər? X-in bax bu ayrı məsələsi ki, yəni x-in ayrı y-dan 2 dəfə çoxdur da. Əgər x-in y-a biz 1 mol y götürmüşük, onda x gəlir ona 4 dəfə çox olsun kütləsi. 40-da bayaq yerinə bir rəqəm qoyduq. Yəni tam burada izah olunur. Yəni 25% reaksiya daxil olub y-ın, 75% isə yəni 3a-sı reaksiya daxil olmayıb. İndi bizə 40-cı suala baxaq. Deməli, kalsium karbonat, məsələn, x mol olsun, bilmirik neçə moldur. Yəni, belə heç nə yazılmayanda, o demək deyil, bu 1 moldur. Yəni, bilmirik. Y molda magnezium 3, N2 olsun. Gəlin, buradakı metal atomların sayını tapaq. Burada nə qədər metal var? X vurdum. 1-ə, elə X metal var. Burada da metal 3y-dır. İndi qeyri-metalları tapaq. 4x buradadır. Burada da 2y da buradadır. Metalların cəmi nəyə bərabərdir? N-ə. Yəni, x üstəgələ 3y bizdə n-dir. Bəs qeyri-metallar, bunların da cəmi nə bərabər? Yəni, 4x üstəgələ 2y, o da n-dir. Əgər ikisi n, məsələn 5-dir, 10-dur, yəni n isə, onda belə çıxır, bunlar bir-birinə bərabərdir də, elə çıxır. Onda mən bunları bir-birinə bərabər edib, oradan x-y münasibətini tapa bilərəm. Yəni, x-in üstə 3y bərabər olacaq 4x üstəgələ 2y. Və burada keçirik o tərəfə. Deməli, x o tərəfə keçirik, 3x burada qalır. Y da y bərabər 3x. Artıq asılığı tapdıq.
Y bərabər 3x. Deməli, bunun yerinə 3x yazıram. Vəssalam. Görək indi nəyə soruşur bizdən. Deyir ki, qarşı oksigenin kütlə payını tapaq. Oksigenə baxırsınız ki, ancaq burada var da, burada yoxdur. Omega bərabərdir. Oksigen kütlə payını deyən x-i vurdum 48. 48x. Vur 100%. Bölürü ümumi kütləyə. Bu maddənin kütləsi 100'dür. 100'ü vuram 100x. Üstə gələn bu da 3'ü vuram, bu da 100'ü də ayrı. 3x'i də 100'ə vuram 300x. 48x vur 100. 400x. Bu 4. Cevap 12% eləyəcək. Y variantı. 43-cü suala baxaq. Deməli, sual 43. Deməli, x2, y3 kütləsi 19'dur. Bu zaman y-in kütləsi 12'dir. Bu topluda olan bir sualdır. Sadəcə topluda belə qrafik şəklində deyil, söz şəklində verilib. Yəni, o sual deyil, amma o tipdə sualdır. Rəqəmlər ola bilər ki, dəyişib. x2, y3 bunun kütləsi 19'dur. Əgər bu 19'un 12'si y-dırsa, təbii ki 19'un 12 çıxanda 7'si x-in düşəcək payına. Və 3 dənə y 12'dir. Deməli, onda y-in biri nə qədərdir? 4'dür. 2 dənə x 7'dir. 7'ni 2'ye bölün, onda bir dənə x-imiz olur 3,5. Bunu belə yazdıq. Sonra deyir ki, x y2'də birləşməsinin kütləsi 23'dür. Bu zaman y-in kütləsini buradan tapaq. 23 olanda tapaq. Əvvəlcə, görün, baxın, buna görə hesablayaq görək kütlə belə olanda nə qədər olur kütləsi və orada y nə qədər. Baxaq, x-imiz burada bir dənədir, bir dənə x 3,5, 3,5. Üstə gələk. Y-in bir dənəsi 4'dür. Bizə nə qədər y var? 2 dənə. 8, 11,5. Deməli, bu maddənin kütləsi 11,5 olanda y burada nə qədər oldu? 4, 8 oldu da 4. Deməli, 11,5 olanda bu maddənin kütləsi y olur 8. Bu y-in kütləsidir. Bu da x-y-in kütləsidir. Görəsən, 23 olanda nə qədərdir? Məsələn, m qədərdir. Baxın, tənasübə. Bu 23 nəyin kütləsi idi? X-y-in kütləsi. Yazdım 23. Üstünə də onun yəni eyni onun kütləsini yazmaq lazım idi. Mən də bunu belə yerinə qoydum, yazdım. 11,2 olanda 8 qram y-dir. Çünki 4'ü vurdum ki. Görürsən, 23 olanda nə qədər olur? Oradan da 43'də m-i tapır. M bərabərdir 16. D variantı. 45-ci sual. Yenə də bu 45'dən artıq 3-cü sualda qarşımıza çıxır. Kütlə payına görə, yəni m-ləri bir-birinə bərabər edib tapacağıq. Birincidə görə m bərabərdir. X bölünsün. X üstəglə 3y vurulsun 100%. İkinci m bərabərdir. 2x bölünsün. 2x üstəglə 3z vurulsun 100%. Bunları bir-birinə bərabər edirəm. 100 x-i bölürəm. X üstəglə 3y bərabərdir. 2x vurulsun 100 bölünsün 2x üstəgə baxın, burada da yenə səhv edirəm. 3z olmalıdır. Burada z-də y yazırım. Sonra cavabda problem olacaq. 100 ilə 100 getdi. X-in x getdi. Burada qaldı 2. 2'ni vurdum çarpaz. 2x üstəgələ 6y bərabərdir. 2x üstəgələ 3z. Bu 2x o tərəfə keçəndə sıfıra gedir. 6y bərabər 3z. Burada da 3x getsə 2y bərabərdir z. Və yaxud da səhv etmirəmsə belə alınmışdır. Z bərabər 2y. Z 2y bərabərdir. İndi bizə nə deyir? Z y3'də y-in kütlə payını omega bərabərdir. Y-in kütlə payı nə qədər? 3y bölürük z üstəgələ 3y vuranda vuruq 100%. O da bərabərdir. Z-in yerinə nə yazıram? 2y yazıram. 3y vururam 100'ə. 5y bölürəm. Y gedir. 300'ü də 5'ə bölündə 60 eləyir cavab. Cavab olur C variantı.